Değerli filosofumuz Müşfiq Ötkünün videolarını rəfiqələrim göndərir mənə. Hansı ki o videoda Müşfiq müəllim deyir ki, indi sanki yarışa soxublar qadınlarla kişiləri və qadınlar kişilərdən üstün olmağa çalışır. Bəs gələcəkdə necə olacaq? O zaman qadınlar mı kişilərə gül almağa başlayacaq? Bəli, Müşfiq müəllimin sözləri ilə razıyam. Kişilər əlbəttə ki qadınlardan hər zaman bir addım öndə olmalıdır. Çünki hətta ən güclü qadın belə özündən daha güclü bir kişini istəyir. Heç bir qadının, hətta güclü qadının belə zəif kişidən xoşu gəlmir. O, ən yaxşı halda zəif kişinin yanında bir fiqur kimi saxlayacaq və yaxud ondan müəyyən mənada istifadə eləyəcək və salam. Amma ona heyran olmayacaq. Qadın kişisinə heyran olması üçün kişinin ondan maddi, mənəvi üstün olması lazımdır. Kişinin qadından pulu çox olmalıdır, kişinin qadından ağlı çox olmalıdır və kişi qadınını qoruya bilməlidir, qadın ona sığına bilməlidir. Amma burada bir balaca nüansa toxunmaq istəyirəm. Qadınlar bugün bəli gücləndilər, artıq müəyyən sferalarda çalışırlar, aparıcı vəzifələrdə işləyirlər. Amma niyə? Niyə qadınlar isti yuvalarını qoydular? Niyə qadınlar körpə uşaqlarını bağçalara qoymağa məcbur qalıb işləməyə başladılar? Çünki güclü cinsin nümayəndəsi olan kişilər axı sui-istifadə elədilər bu güclərindən və öz güclərini qadının üzərində sınamağa başladılar. Tarix boyu baxsaz görərsiniz. Qadınlar tarix boyu nə olub? Mal kimi alınıblar, satılıblar. Əgər qan davası düşürdüsə, iki qəbilə arasında qızı verirdilər, məsələ bağlanırdı. Heç qızdan soruşmurdular ki, sən bu oğlanı istəyirsən, istəmirsən, sən bununla evlənmək istəyirsən. Yəni qızın fikri heç kimə maraqlı deyil idi. Hətta son dövrlərə qədər bizim ölkəmizdə də belə idi. Daha sonra qızları öldürürdülər, diri-diri bastırırdılar. Əgər qadın elmlə məşğul olmaq istəyirdisə, alim idisə, onu yandırırdılar, cadügər adını qoyub yandırırdılar. Yəni qadının gözəlliyini belə ona çox görürdülər. Əgər qadın gözəl idisə, ona da müəyyən mənada əxlaqsız sözlər deyib onu cəmiyyətdə pis biri kimi qələmə verməyə çalışırdılar. Neynədilər kişilər bu gücü? Qadını qorumaq üçünmü istifadə elədilər, yoxsa əzmək üçünmü istifadə elədilər? Tarixdə baxsaq, dövlətlər bir-birləri ilə barışıq elan eləmək istəyəndə, məsələn, Fransa kralı İngiltərə kralına öz qızını verir. Niyə? Sülhü bərqərar eləmək üçün. Eyni ilə baxsaq, Hun imperiyası ilə Çin imperiyasına baxarıq ki, orada da eyni şeyi görərik. Yəni, siyasi evlilik eləyirdilər orada. Qızını verirdi ki, sabah uşaq olacaq və o dayısına yəni, qılınc çəkməz. Yəni, bu qadın alət oldu sadəcə. Oyunlarda bir alət oldu, istifadə edildi, istismar elədi və əzilən qadın axı əzilməkdən yoruldu. Bugün mənə müraciət eləyən qadınların 5-dən 4-ü deyir ki, ərim mənə xəyanət eləyir, getməyə yerim yoxdur, işim yoxdur, həyat yoldaşım işləməyə icazə vermir və mən neyniyim? Və yaxud deyir, ərim gəzdiyini evə gətirir. Yenə baxıram ki, hamısı çarəsiz və zəif qadınlardır. Nə qədər davam edəcək bu? Nə qədər qadın belə əziləcək, istismar olunacaq? O məcbur oldu güclü olmağa. Məcbur qaldı. İnanın ki, məcbur qalmasaydı, o şəraiti kişilər yaratmasaydı, qadın güclü olmağı istəmir. Qadına yaxşıdır elə evi, yuvası, ailəsi, balaları. Onun yeri ora doğruda xoşbəxtdir. Amma özünü sığortalamaq üçün artıq qadın başa düşür ki, mənim birinci növbədə evim olmalıdır. Sabah o mənə qayıdıb deməsin ki, xoşun gəlmir, çıx get atavın evinə. Mən ikinci arvad alıram, üçüncü arvad alıram məsələn. Ki, baxmayın ki, indi Demokratik Respublikada yaşayırıq, bizdə tək evlilikdir. Dini nigahlar adı altına, yəni kişilər bunu eləyir və mənə bu mövzuda müraciət eləyənlər də var. Ki, yoldaşım ikinci zövcü alır, üçüncü zövcü alır. Qanunlarımız bunu təsdiq eləməsə də təbii ki. Yəni deməm o ki, biz qadınlara yüklənməyək ki, siz niyə güclü olursunuz? Olun əziz qızlar, güclü olun, bəli. Özünüzü çalışın ilk növbədə maddi cəhətdən heç kimdən asılı halda olmayasınız. Və maddi halda asılı olmayandan sonra artıq siz öz münasibətlərinizi daha doğru dəyərləndirəcəksiniz ki, mən niyə bu kişinin yanındayam? Mən onun yanında onun puluna görəyəm, yoxsa mən onun yanında həqiqətən də özümü xoşbəxt hiss elədiyimə görə, özümü tamam hiss elədiyimə görə, ona güvənə bildiyimə görəmi onun yanındayam? Yəni, o mənə dostdur deyə mən onun yanındayam, yoxsa onun puluna ehtiyacım var deyə onun yanındayam?